Bu yaxın tarixdir də, yəni elə var ki, yaxın tarixdir. Biz nəsildə elə nəsillik ki, orta nəsillikdə biz bunları gəncliyimizdə bunların hamısını görmüşük ki, Ramiz Mehdiyevə necə baş əyiblər, necə bəzi yaltaqlanıblar, necə hansı şəkildə bir gərəkliyindən artıq. Biri var oturduğu stola hörmət eləyəsən, bir başqa. Biri də var yaltaqlanasan, belə əyləsən, min cür də, min cür. Bunu biz görmüşük və bugün həm də onu görürük, Allah bizə qismət elədi, həm də onu görürük ki, bunu necə söyürlər, bunu necə aşağılayırlar. Hansı ki, onun hesabına sərvət, dövlət, şöhrət qazananlar. Onların taleyi necə görürük? Onlar da elə. Biz indi bir 6-7 adamın adını çəkərdim, amma... Çəkin də bir neçə. Yox, amma istintaq gedir. İstintaq getməsə, olmaz. Bizim tanıdıqlarımız var mı? Hamısı tanıdıqlarımızdır. Milli Məclisdə də var. Milli Məclisdə, həbslər də var Milli Məclisdən, Milli Məclisin ümumiyyətlə buraxılması var. Bəzilərini olur yedəkdə gedib, amma onun bütün o yığdığı varidatı əlindən alacaqlar. Yəni, belə deyim, heç də qalmayacaq. Milli Məclis üzvlərindən tutulanlar da olacaq hətta? 4-5 nəfər, həbsi qaçılmazdı. Yenə deyirəm, o istisna hala ola bilər ki, əlində olan hər şey var. Amma çevrilişdə rolu olanlar o barədə fikir yürüdür. Hətta bəzi deyib ki, siz eləyin, alınsa, mən sizə maddi yardım eləyərəm. Hətta o da yəqin ki, üzə çıxacaq. Deyir, eləmədiyin şey tutmazlar, amma sən onlara dəstək deyirsən də, vəd verirsən. Bunun özü də məncə... Oğrudan çox oğruya şərait yaradanlar, bəli, ona da cəlab. Sən bunu elə, mən bu qədər sənə yardım eləyəcəm. Amma bu şeylər də var. Hələ bu gedib şeyə də dirənəcək. O vaxt 2005 idi deyəsən. Yəni insan o Fərhad Əliyev dönəmində arxa fonda gizlənənlər kim idi? Bu oralara da qədər gedib çıxacaq. Çox şeylər asılacaq. Yəni bu silsilə şəkildə nə vaxta qədər çəkəcək? Yox, 2026 demək olar ki, yay aylarına qədər bu hələ davam eləyəcək. Bu böyük prosesdir. Sonra gəlib o Tərtər işində, Tərtər qətliamında igid oğullarımızın başına gələn müsibət bu Xocaldan da dəhşətlidir. Sadəcə izləyicilər bəlkə də dərinliyinə varmı bilmir. O doğrudan 21-ci əsrdə Azərbaycan başına gələn ən böyük fəlakətdir. Ən böyük fəlakətdir. Onun da arxasında təbii ki, hamı bir mənalı o iştirakçılar da falan da Rusiyanın olduğunu deyir. Rusiya da deyəndə istər-istəməz istisnası olaraq Ramiz Mehdiyev də adam fikirləşir. O açılanda dəhşətli şeylər olacaq da, yəni çox dəhşətli bir şeylər olacaq. Bəlkə də açılacaq, eləmi? Açılmalıdır, bu yolu yoxdur. Ən azı o vətən xaini adını götürdülər, onlardan bəraət verdilər. İndi yəqin ki, sonra şəhid adı verəndən sonra bəs niyə bunu öldürürdünüz? Niyə döyürdünüz? Niyə bu qədər işgəncə verirdiniz? Bunların hamısı getməlidir. Sadəcə o bir başqa şəbəkədir. Yer-yerindən oynayar. Amma görünür o da hələ ki dövlət strukturları, o dərin dövlətimiz gözləmə mövqeyindədir. Hələ ki Ramiz Mehdiyev daha təhlükəlidir, onu o zəmini yaradan ətrafı.